Sure-i Nisa ayə 35 və 36. Əuzu billah minəşşeytanirracim. Pənah parıq Allah'a dərgahdan qovulan şeytanın şərrilərindən. Və in və əgər xiftum qorxasız şiqaqə davadan beynəhuma o ərlə arvadın arasında fəb'əsu pəs məb'us eləyin ya tutun həkəmən min əhlihi qazi ya vəkili onun tərəfindən və həkəmən min əhliha və həkəmi öz tərəfizdən ya onun əhlinin tərəfindən, onun adamlarından in yorida əgər istəyələ islahən islah olmaqlıqla mənzur təvafuq eləmaqlığa yüvəffiqillah təvafuq eləyə Allah üçün beynəhuma olan arasında İnnəllâhə büdüzdür ki Allah kanə vardı əlimən xəbira alim və baxəbər və əbudullah və ibadət eləyin Allah'a və la tuşriku bihi şeyən və şərik qərar verməyin onun üçün bir şey, yəni onun üçündən Allah üçün və bilvalideyni ihsanən və ata-analar üçün ihsan eləyin, yaxşılıq eləyin və bizil qurba və yaxın əqrəbaləzəy və yetama və yetimlərə və məsakinə və miskinlərə, kasıblara və carizil qurba və yaxın həmsayələzə və caril zunbi və uzaq həmsayaza və sahibi bil zunbi və dost həmsayaza və ibnəs səbil və yolda qalanlara və ma mələkət əymanukum o ki sahib olmuşsuz olub imanınız üçün ya andiləniz üçün mənzuz o ki kənizdir, təsərrüf eləmişsiniz. İnnəllâhə büdüzdür ki Allah la yuhibbu sövməz mən o kəsi ki kanə ora muxtalən təkəbbürlü, qurullu fəxura, fəxr eləyən sədəqəllahul əliyyul əzim.